Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinə xoş gəldiniz. Bugün Novruz bayramı münasibətilə xalqımızı və dünyada yaşayan bütün Azərbaycanlıları təbrik edirəm. Hər birinizə sağlam can, uzun ömür, xoş günlər arzulayıram. Bugün milli adətlərimizdən olan qovurqa qovuracağım. Buğdanın üzərinə su əlavə edib yuyuram. Buğdanı yuduqdan sonra süfrənin üzərinə sərib quruduram. Buğdanı tavaya əlavə edib zəif xodda qovururuq. Tez-tez qarışdırmaq lazımdır ki, yanmasın. Buğda qovuruldu. Ocağın altını söndürüb küncüt əlavə edirik. Küncüt tez bişdiyi üçün tavanın həm də buğdanın istiliyində qovurulacaq. Buğda qovuruldu. Üzərinə kim necə istəyirsə, mən qoz, fındıq, kişmiş əlavə etdim. Qovurqamız hazırdır. Hər birinizə bu gözəl bayram günlərində xoş istirahətlər arzu edirəm. Süfrələriniz bərəkətli olsun. Gözəl vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun. Allah'a əmanət olun.